Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizlərə şəhərcikdə ikinci evi təqdim edirəm. Hardayam? Qızılqum bağlarında. Mərdəkan, Qoşaqaladan 700 metrlik məsafədə. 2 maşınlıq ümumi girişdə üstü bağlı qarajımız yerləşir. Həyətə parking sahəsinə 4 dənə maşın, hətta lazım olsa 5 dənə maşın yerləşər. Amma mən inanmıram ki, burada həyətə ola bilər kimsə maşın salsa, amma küçəmiz o qədər gözəldir ki, mən 3-cü evi çəkəndə küçəni də sizlərə çəkib təqdim eləyəcəm. Amma gələndə siz görəcəksiniz, mən hardayam, bir daha məlumat verim sizlərə. Mən Mərdəkanda Qoşaqala restoranı, Təzə Qoşaqala restoranın qarşısından 700 metrlik məsafədə Qızılqum bağlarındayam. Burada sizlərə bu evi təqdim edəcəm, ev haqqında məlumat verim. Evimiz 7 sotun içərisində inşa olunub, 7 sotun içərisində inşa olunub. Evin daxilində 4 yataq otağı var. Qonaq otağı, qarderoblar, mətbəx otağı və tam əşyalıdır. Qiyməti isə bugünkü gündə 820 min manatdır. Bu həyətdə mənim ən çox xoşuma gələn, baxın, bu istirahət güşəsidir. İstirahət güşəsində daşma hovuzumuz var, 4 metrənin 10 metrə olan daşma hovuz. Burada gözəl bir manqalni inşa olunub. Manqalın yanında dolablar, 2 hissədə dolablar var. Tam mərkəzdə dəmir konstruksiyadan yığılmış, dəmirlə yığılmış gözəl bir manqalımız var. Manqalın bu hissəsi qapaq hissəsidir. Pultla təchiz olunub. Mən indi bağlayacağım, onu da görəcəksiniz inşallah. Sonra bu hissədə üstü nə bağlı deyil, nə də açıq deyil, taxtayla yığılıb gözəl bir açıq söhbətgahımız yerləşir. Evin arxa hissəsində evin ümumi həyətin texniki otağı yerləşir. Tam orada yayğış mətbəximiz var, onu da sizlərə göstərəcəm. Bu hissədə isə evin rezerv su anbarı, hovuzun rezerv su anbarı, bir də ki motorxanası yerləşir. Bu da ki bizim manqalni hissəmizdir, hansı ki bu qapağı bunun pultla açılır, bağlanır. Çox gözəldir, çox xoşuma gəldi. Açılanda qabağında duranda yağış falan başa tökülmür, rahat olursan və yığışanda da gözəl, balaca, heç demək olar ki yer tutmayıb bir manqal yerləşir burada. Çox adam belə bilməyəcək bu nədir, amma gözəl bir gözəllik verir. Yenə deyirəm, bu həyətin ən çox istirahət güşəsi mənim xoşuma gəldi. İçərisində də ki söz ola bilməz. Bu hissə isə, bu otaq isə yayğış mətbəxidir. Burada mətbəx mebeli, televizor, su hövzəsi, qaz sobası qoyulub, hazır. Həyətə baxan hissə cam balkonla bağlanıb, qara rəngdə istifadə olunaraq cam balkonla bağlanıb. Ön hissə yenə cam balkonla, hovuza baxan hissə yenə cam balkonla bağlanır və daxilində həyətdə istifadə eləmək üçün sanitar qovşağı yerləşir. Bir daha söyləyirəm, qiymət 820 min manatdır. Əlbəttə ki, endirim olunacaq. Həyəti tam olaraq demək olar ki, hər bir şeyin, hər bir tərəfin sizlərə danışdım, izah elədim. Kameramanımız da Elvin də sağ olsun, hər tərəfli çəkib sizlərə təqdim elədi. Həyətin genişliyi, həyətin yaşıllıq hissəsi, məhlənin baxın yaşıllıq hissəsi. Bax burada oturub elə bu yaşıllığa baxmaq özü bir zövq verir və hava da ki maşallah. May ayıdır, may ayının axırlarıdır, yağış yağır, göydən ruzu bərəkət tökülür. O kombi otağı isə, o kombi dolabı isə hovuza və oradakı olan yayğış mətbəxinə aiddir. Evin kombi otağı isə evin arxa hissəsindədir. Evlər hamısı bu evdə obruslar kimi yerdən 5 daş hündürlüyə inşa olunub. Hündürlük isə burada çoxdur evin daxilində. 4 metrəyə yaxındır və geniş böyük bir qapısı var. Seyf qapısı, baxın, maşallah. Dəmir qapıdır, çox qəşəng və ayda evin içərisinə bax. Çox qəşəng, çox zövqlüdür, maşallah. Bu proyekt, bu təmir, bu dizayn başqa bir şeydir. Keçək evin daxilinə. Bu ev hündürdür, hə, Elvin? Bu ev hündürdür. Maşallah, çox qəşəngdir, gözəldir. Evin ümumi giriş hissəsi, dolablar, düz tavana qədər. Bu evin içərisində bir dizayn var, hansı ki qapıların dizaynı, düz tavan, üzr istəyirəm, döşəmədən tavana qədər davam edən mebel, qapı rəngdə olan mebellər
Bu mənim çox xoşuma gəlir. Son zamanlar sevilən bir şeydir. Evin içərisinə gözəllik verir. Bəzənmə stoludur, asılğandır, dolabdır, ümumi giriş qapısıdır, geniş böyük bir giriş qapısıdır. Sağ hissədə həyətə baxan yataq otağıdır. Yataq otağının daxilində dolab yığılıb. Buranın görüntüsü birbaşa həyətədir. Çox qəşəng, gözəl bir görüntüsü var həyətə və yaşıllığa. O yaşıllıq var, bu evlərin hamısına gözəllik verir. Çox qəşəngdir. TV standdir, televizordur və daxilində sanitar qovşağı yerləşir. Keçək. Evin daxilində 4 yataq otağı var əzizlərim. 820.000 manatdır. Kim alacaqsa Allah xeyir versin. Ümumi sanitar qovşağı tam dəhlizdə, girişdə. Bəzənmə stolu. Evin daxilində bütün elektronikalar var. Modern, hamısı yerli yerində, həyətin ayrı, evin ayrı. Bura qardırob otağıdır, çamaşırxanadır. Baxın, burada gördüyümüz kimi paltar yuyan maşın, üst hissədə isə quruducu qoyulub. Bunun yanında ikinci yataq otağıdır. Bütün yataq dəsti, televizor, bəzənmə stolu, dolablar yığılıb. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Buyurun, üçüncü yataq otağı ilə tanış olun. Gəl keçək 4-cü yataq otağından tanış olaq. Dördüncü yataq otağı. Yataq otağının daxilində qardirob. Qardirobdan sonra isə sanitar qovşağı yerləşir. Elçin, necəsən? Xoş gəlmişsən. Burada mətbəx otağını istəyirəm sonda çəkəm. Elvin, nə deyirsən? Qonaq otağını çox sevdim. Çünki qonaq otağının görüntüsü, pəncərələri hamısı yerdən hovuza baxır. Bu hissə hovuza, istirahət güşəsinə, o hissə istirahət güşəsinə. Yenə də bax, buranı göstərəcəm yenə Elvin. Buranın yaşıllığa baxması çox qəşəngdir, çox xoşum gəldi, bax. Bu mənzərə çox gözəldir, çox. Təsəvvür, ön hissə qonaq otağından, ön hissə baxır yaşıllığa, yan hissə isə baxır birbaşa istirahət güşəsinə, hovuza. İndi isə keçək mətbəx otağına. Mətbəx otağı, mətbəx otağının görüntüsü can sağlığı versin, bağ sahiblərinə. Necə yaşıllıq var orada. Dolablar hamısı yerində. Qab yuyan maşın. Bu da bura. Çox sağ olun, minnətdaram bizi izlədiyi üçün. Təşəkkür edirəm.